Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakı metrosunda ölən sərnişinin kimliyi məlum olub. Xəbər verilir ki, metronun 28 may stansiyasının ərazisində Bakı şəhər sakini 1953-cü il təvəllüdlü Dönməz Mehdioğlu Bəylərov ürək çatışmazlığından ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır. Həmən şəxsə Allahdan rəhmət, ailəsinə isə səbir diləyirik. Allah rəhmət eləsin. Paytaxtın Sabunçu dəmir yol stansiyasını Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi və metronun Dərnəqli stansiyası ilə əlaqələndirən 93 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin aynadan bildirilib ki, oktyabrın 14-dən sərnişinlərin xidmətinə veriləcək 10 ədəd King Long markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub. Yeni avtobusların xətlərə buraxılması ilə bu marşrut üzrə hərəkət intervalı 11-12 dəqiqə təşkil edəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Marşrut üzrə gediş haqqı 60 qəpik müəyyən edilib. Vətəndaşlarımıza xeyirli olsun.